Herkese salam. Yeni vlogla sizinləyəm. Bugün ailəmizlə birlikdə fikirləşdik ki, restorana yığışaq. Çünki Saratovdan anamın xalası gəlib. Çoxdan da gəlmirdi. Ona görə fikirləşdik ki, axşam restorana gedək. Və günortadan oturduq bacımla hazırlaşmağa. Bu dəfə isə makyajımı etməyə. Bacıma dedim, etsin mənə. Yəni daha doğrusu xahiş etdim ki, məni o bəzəsin. Əslində bu adi gündəlik makyajdır, amma axşam üçün də sadəcə super alındı. Tam ürəyimcə oldu. Bu çəkən momentdə mənim o qədər də xoşuma gəlmirdi, amma sonra axırda tuş da vurandan sonra, əlliyi də konturing eləyəndən sonra çox ürəyimcə oldu. Bu da son makyajım. Məncə çox gözəl alındı. Mütləq rəy bölməsində yazın xoşunuza gəldi ya yox. Sonra isə yollandıq restorana. Əvvəlcə biz istəyirdik sahilə gedək. Sahilin qırağında bir dənə restoranda oturaq. Amma axırda dedik ki, sahilin qırağında istədiyimiz restoran olmayacaq. Ona görə yanımızda olan, Həzyaslanovda olan bir məkana getdik. Əlbəttə xalamgildə gəldim və girdik restorana. Restoran sizə deyim çox gözəldir. Bir tərəfdə kişilər oturmuşdu, bir tərəfdə də ailəlik üçün məkan idi. Hətta bağlı otaqlar da var idi. Biz isə seçdik açıq havada oturmağa. Hava əla idi, ona görə fikirləşdik həyətdə oturaq. İçəri girən kimi gördük qabın içində 2 dənə tısbağa üzür. Bacım dedi ki, əl vurum, amma mən qorxdum əl vurmağa. Mən görmüşdüm ki, tısbağalar çox pis dişləyir. Bəlkə də bu tısbağalar dişləmir, amma başqa tısbağalar görmüşdüm ki, çox aqressiv olurlar. Ona görə də əl vurmadım onlara. Я хочу тронуть. Не надо, не трогай. Панцирь трогаешь? Ну да. Воняет. А нет, а это тюльпан. Саратов еще принесем очень. Опять течет? Я 3 дня из дома не выходила. Мимиль, ты куда пришел? Да? А где мама? Мама вот. Biz artıq yığışıb əyləşdik. Masaya boşqablar, sökçü stəkanlar və başqa şeylər də düzdülər. Не хочу тут. Что ты не хочешь? Не хочу тут. А где хочешь, садись. Hər şey düzəldəndən sonra gələn aldı gətirdilər. Biz də seçdik şor, süzmə, zeytun, pomidor, xiyar və göyərtidən ibarət olan salat. Sonra içki olaraq biz duşe sifariş etdik və pendir asarti. Orada ağ pendir var idi, sonra kapuçonu pendir və 3 dənə qatıq. Qaynar yemək isə biz kebab götürdük. 10 dənə lülə kebabı və 10 dənə toyuq kebabı götürdük. Onlar gələnə qədər biz bu asarti pendirlə çörək yedik və ondan da doyduq. Çox dadlı idi demək olar. Açıq havada və ac idik, ona görə çox yaxşı gedirdi. Və nəhayət ki, kebab da gəldi. Kebabın dadına baxdıq. Çox yumuşaq, çox dadlı idi. Demək olar ki, hamısını yedik. Смотри, тебе курочка пришла. Мясо. Нет, тебе надо. Хочешь? Да. Какое мясо хочешь? Hətta evdə ət yeməyən Emil burada 2 dənə lülə və toyuq əti yedi.
همیشه تعریف کردی که فکر نکنم میشه که واسه چهار زاد دیوان دار سلیم اختیار خلاص میزواد الله Lütfenden. Lütfenden. Родин надо защищать от чужих. Как дела? Ну посмотри на меня. Yeməklər bitdi, amma hələ getməyə tələsmirdik. Ona görə də çay sifariş etdik. Ну что ты успокоился? Что, будем играть? Çay içə-içə xeyli danışdıq, maraqlı söhbətlər elədik, çoxlu güldük. Heç getmək istəmirdik evə. Saat 12 idi. Hamı orada oturarkən biz gedirik üçümüz. Marujna almağa, marujna istədik. Buna görə gedirik marujna almağa. Və bu artıq sabahsı gündür. Biz yığışırıq rayona getməyə. Ona görə də fikirləşdiyim paltalar yığım, sizə də göstərim, nə götürürəm. Çox şortik götürdüm, çünki istidir. Xaçmazda vəbşə çox istidir Bakıdan baxanda. Ona görə də çoxlu şortik götürdüm, mayka götürdüm. Çimərlik paltalar da götürdüm, çünki ora gedəndə biz həmişə Nabrana gedirik, dənizə. Ona görə onları hamısını yığdım. Biz hardasa 10 günlük gedirik. Ona görə bu boyda çanta məncə bəs eləyər. Bu dəfə mama ilə gedirik, çünki papa işdədir, çatdırmadı. Ona görə birinci dəfədir ki, mama tək sürür. Tək deyərkən papasız. Çox yaxşı sürdü. 3 saata biz Xaçmaza çatdıq. Demək olar ki, yollar da boş idi. Ona görə yaxşı çatdıq. Və biz artıq çatdıq. Nənə bizə xərək çörəyi elədi. Sonra ləzgi yeməyi elədi, şakuka. Şakukanın içinə kəsmi, göyərti, yumurta qoyulur, çörəyin üstünə sürtülür və bir neçə dəqiqə bişirirlər, sonra yeyirlər. Demək olar ləzgi pizza deyirik biz ona və əlbəttə ki, samavar çayı qoydu bizə. Dayım da gəlirdi deyə əvvəlcə çay süfrəsi açmaq istədik. Nənəm də təzə paxlava bişirmişdi. Onu da qoydum stolun üstünə. Anam da samavarı qaynatdı. Və nəhayət ki, yığışıb yollandıq dənizə. Dənizə gedəndə biz Nabrana gedirik. Orada bizim həmişə getdiyimiz yer var. Yaşıl ada adlanır. Amma yol üstü biz bulağın yanında saxladıq, bulaq suyu doldurmaq üçün. Çünki dənizə gedəndə həmişə su lazım olur, samavar qaynatmaq üçün, həm də qaydanda əllərimizi, ayaqlarımızı o su ilə yuyuruq. Yeməyi isə bugün evdən götürmədik. Yolda təndir satılan yerdə saxladıq. 2 dənə təndir çörəyi aldıq, 2 dənə grill toyuq, bir dənə də fəsəli aldıq. Сезонно работаем, Айма. Микки Мурпич уже есть. Dənizə çatan kimi aşağı düşüb baxdıq ki, görək su təmizdir yoxsa yox. Çünki keçən səfər gələndə su çox çirkin idi və heç cür çimmək mümkün değildi. Bu dəfə isə vəziyyət biraz yaxşı idi. Su keçən dəfəkinə baxanda
çox təmiz idi. Amma yenə də o qədər təmiz değildi. Buna görə də qərara gəldik ki, qalaq istirahət eləyək. Yeməyə isə pomidor, xiyar götürdük evdən. Yumurta qaynadılmış götürdük. 2 dənə toyuq aldıq təndirdə və bir dənə də balaca arbuz aldıq. Dənizdə çimdik, yaxşıca yedik, üzdük, günəş altında biraz qaraldıq və evə qayıtdıq ki, axşam kabab hazırlayaq. Videoda gördüyünüz kimi mən çox güclü qaralmışam. Yay əvvəli belə deyildim. Bu mənim dənizə hardasa 3-cü, 4-cü gəlişimdir. Ondan əvvəl 2 dəfə də hovuzda olmuşam. Mən dənizə gələndə əslində qızarıram, amma hovuza gedəndə hovuzda yanmıram demək olar, qaralıram. Ona görə də hovuzu dənizdən daha çox sevirəm. Artıq mama kabab eləməyə hazırladı. 1 saatdır ki biz çatdıq evə və mama tez bazar başladı kabab pişirməyə. Burada isə dayım artıq manqalı da qaladı. Əlbəttə ki, Barsik də buradadır. Həmişə mama ya kimsə yemək pişirəndə, ya oturub yemək yeyəndə həmişə bu bizlə oturur. Həmçinin mənim pişiklərim də evdə kimsə nəsə pişirəndə həmişə yanımızdadır. Ona görə buna da biraz ət verdi ki, bizdən əl çəksin, amma əl çəkmədi. Bu dəfə mama 2 cür kabab elədi. Xan kababı həm də adi qoyundan. Mənim daha çox xan kababdan xoşum gəldi. İçində ciyər var idi deyə mən ciyər çox sevirəm. Qoyun kababı da çox dadlı idi, çox yumuşaq idi. Amma nədənsə bu dəfə daha çox o birisindən xoşuma gəldi. Lavaş tam был, lavaş. Artıq kabablar da hazırdır. Mən də başladım stolun üstünü bəzəməyə. Taryalkalar, vilkalar, stəkanlar qoydum sok üçün və oturduq yemək yeməyə. Mama dedi ki, bu kababı mütləq belə yemək lazımdır. Lavaş, içinə soğan, sumaq əlavə edib, dürmə kimi bağlayıb belə yeyirik. Artıq hamı yatıb, mən də yatmağa hazırlaşıram və bu videonu bəyəndinizsə mütləq like qoyun. Abunə olmağı unutmayın. Sağ olun.